22 may saat 14:25-də şəhərin mərkəzində Yeni Bulvarda bir kişi mənə hücum etdi. Həmin günü seçdim ki, iş günüdür, iş saatıdır, adamlar Yeni Bulvarda az olacaq, Dəniz Molunun yanıydı. Və videoda gördüyünüz kimi həmin yerdir, ətrafda adam azdı, bu geyimdə idim mən. Videonu çəkəndən sonra yaxalaşdım telefonuma, baxım görüm necə videoda çıxdım və hiss eləmədim, həmin kişi mənim arxamdaydı. Və qeyri-etik, əxlaqsız bir hərəkət elədi, yanımdan vurdu. Və hər kəsdən üzr istəyirəm ifadəmə görə mənə dedi ki, mən səni Həmin an şok keçirdim və çöndüm kişinin tərəfinə. Adrenalin altında ştativi götürdüm. Mənim telefonum bu ştativin üstündə idi. Gördüyünüz kimi ağırdı, içində daş var. Həmin ştativi götürüb kişini döyməyə başladım. Bir neçə zərbə vurandan sonra sakitləşdim və arxaya keçdim. Həmin anda mənə yumruqla çənəmə vurdu. Mənim aqressiyam yenidən çoxaldı və ştativi götürüb yenə onu döyməyə başladım. Həmin o kişi gördü ki, 40 kilo qızla bacarmır və kəmərin altından buradan belə bıçağı çıxardıb mənə hücum etməyə başladı. Həmin anda ətrafda bir oğlan başa düşdüyümə görə qaçışa çıxmışdı və bu səhnəni görəndə üstünə qışqıraraq, qaçaraq istəyirdi mənə kömək eləsin və həmin o bıçaqlı olan şəxs həmin oğlanın üstünə hücum etdi o bıçaqla. Həmin yerdən uzaqlaşaraq mən mühafizəçiləri axtarmağa başladım. Ətrafda mühafizəçi yox idi. Mən çöndüm, arxaya baxdım. Yəni ki, bəlkə artıq mənim dalımca qaçır və gördüm ki, həmin oğlan, mənə kömək eləmək istəyən oğlan oradan uzaqlaşdı və bıçaqlı olan şəxs gördüm ki, park ərazisini yəni tərk eləyir. İlk öncə həmin oğlana şəxsən təşəkkürümü bildirmək istəyirəm. Çünki əgər o həmin anda onun üstünə qaçmasaydı, mənim vaxtım olmazdı həmin o yerdən uzaqlaşım, qaçım. Mən dərhal Dinin 102 xidmətinə zəng eləyib məlumat verdim. Polis əməkdaşları yaxınlaşdı, həmin yerin şəkillərini çəkdi və biz düz kameraların altındaydıq. Polis əməkdaşları ilə Bayıl qəsəbəsinin 8-ci polis bölməsinə getdim. Orada izahat yazdım və mənə dedilər ki, çalışacağıq həmin şəxsi tapaq. Bu videonu ilk öncə rus dilində paylaşmışdım və bir xanım şəxsiyə yazmışdı ki, eyni bir hadisə onunla baş vermişdi. Xəritədə gördüyünüz kimi o xanımla həmin o yerdə baş vermişdi. Bu Targovudur. Gördüyünüz kimi Paşa Bankın təxmini yanındadır və görünüşün təsvirinə görə bu eyni adam idi. Həmin xanım dedi ki, qeyri-etik əxlaqsız hərəkət elədi ona da qarşı və həmin yerdən həmin o şəxs qaçdı. Çünki insanlar yaxınlaşmağa başladı. Çünki o həmin ətraf daha gəzilən bir yerdir. Demək istədiyim odur ki, bu artıq birinci hadisə deyil. Düşünürəm ki, ikinci, üçüncü dəfə də deyil. İstəyirəm ki, bu video geniş yayılsın və həmin şəxs tez bir şəkildə tapılsın, məsuliyyətə cəlb olunsun. Çünki sabah bizim yerimizə siz ola bilərsiniz. Özünüzü qoruyun.